Salam əziz abituriyentlər. Bu gün sizlərə qəbul imtahanında düşə biləcək yeni bir sualı izah edirəm. Deməli, sualda deyilir ki, kütləsi 2 kiloqram olan cisim 10 Newton qüvvənin təsiri altında dartılır. Cismin sürətinin zamanlaması qrafiki şəkildəki kimi verilmişdir. Cisimlə səth arasında sürtünmə əmsalını tapmaq tələb olunur bizdən. Deməli, biz belə eləyəcəyik. Bu qrafiki bizə elə-belə verməyib. Bu qrafikdən biz görürük ki, cisim yeyinləşən hərəkət edir. Cisim yeyinləşən hərəkət edirsə, sağa doğru, sola doğru bir sürtünmə qüvvəsi meydana çıxır. Və bizim belə bir qaydamız var idi. Mən qayda dərsində izah eləmişdim onu sizlərə, videoda görə bilərsiniz. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olanda yeyinləşən hərəkət edir. Deməli, cisim yeyinləşən hərəkət edirsə, dartı sürtünmədən böyükdür. O zaman biz Newton ikinci qanunu bu şəkildə yazırıq. F dartı çıx, F sürtünmə bərabərdir MA-ya. Buradan F dartı 10 Newtondur. Yazırıq 10 Newton. Çıxılsın F sürtünmə yenə mc yazırıq. Bərabərdir MA-ya. Buradan 10 çıxılsın. Mü vurulsun. M'imiz 2J'miz 10. 2 vur 10 20. Bərabərdir 2 vur A. A-nı bilmirik. Amma A-nı tapmaq üçün bizə qrafik verilmişdir. Bu qrafikdən A-nı tapırıq. A bərabərdir. Delta V bölünsün delta T'yə. Yəni 15 bölünsün 5. Bu da eləyir 3 metr bölü saniyə kvadrat. Deməli, A-nı buradan tapıb gətirib yerinə qoyacaq. 10 çıxılsın 20 mü bərabərdir 2 vur 3 eləyir 6. Buradan 20 mü bərabərdir 4-ə. Mü də bərabərdir 0,2-yə. Deməli, müümüz 0,2-yə bərabərdir. Bu qədər.